Hadi çək. Ha. Düyümüzü sobaya atacağıq dəmət. Çünki dolma balıqla yiyilməyə adı qaçdı. Hə. Nə inirik? Dəmə qoyanda bu düyüyə belənçi bir damcı. Sarı kök var imiş ki, mən kör gözüm görmür. Duzu səpirik arasına, onda qəşəng düyümüz dəmdə olur. Yəni, nə deyirlər? Dəmə qoyuruq düyünü. Buruqladım. Görürsünüz? Sağ ol ki, burada mənim üçün köməkli eləyirsən. Ocumu içi yanır. Yağdan gezdiririk. Bəh, bəh. Damcılamasın, bir damcı da. Yəni, ara sarı kök. Bu, imini bu balığa görədir. Ona görə sarı kökünü zaten əməlli başlı vururuq ki, balıqla yiyiləcək. Duzlu balıqdır, dolma balığımız. İmini duzlu balıqdan hazırlanır. Qəşkən bələnçi elədik. Tüstüləndi, yana, yana. Uy Allah. Duzunu səpişdirdik. Sarı kökünü səpişdirdik. Ağzını stilişləyib qoyacaq hara? Sovada. Bu da bunun yağı. İndi bunu da örtdüyü belənçik qırağında qalsın. Sonra keçəcəyik nəyə? Günel arabiski salatımıza. Uşaqlar deyir ki, elədiyinlə adını. Ərəb salatı deməyin. Çünki özlü ixtiramda axı. Bu belə. Bu da belə. Sobada dəm alan aş vapşə möhtəşəm olur. Çox qəşəng olur. Hə. Amma sonra götürəndə belə götürməyəcək, dəsmalla götür. Meyit qatov. Getdi sobaya.